Ha dostlar, geldik ne geldik? Yeni endirim start verdik. Demek dostlar, ilk endirimimize koyduğumuz bitki hansı bitkidir? Bitkilerin demek şahı sayılar. Hamının aktardığı, özünün tərkibi mükemmel, ətri mükemmel olan bitki dostlar, rozmarin bitkisi. Bunlara bəzi dostlar ət otu deyirlər, biberiye deyirlər. Hamı axtarır da bu bitki haqqında. Yüngül var dostlar, bunun xarakteristik haqqında danışım. Deməli, kulinariyada ən çox istifadə olunan bir bitkidir. Ət, balıq, kartof, hətta şorba yeməklərində istifadə olunan bitkidir. Ondan sonra canım sizə desin, tababətdə istifadə edirlər. Bax, saç tökülməsini dostlar, bunu dəmləyirlər, saç tökülməsinin qarşısını alırlar. Ondan sonra bir dəqiqə insanlarımızın 50% elə mən özüm daxil olmaqla joqa var hamıda. Bax, mənim şəxsi özümdə joq olan kimi, bir dənə belə budağından dostlar qırıram belə, yiyirəm, joqam sazı keçir. Qan dövranı yaşlaşdırır, yaddaşı gücləndirir. Canım sizə desin, stresi bax, istəsəm düşürsə, bir dənə budağından qırıyıb və salam, işlər olur hazır. Deməli dostlar, qiyməti neçəyə? Tamına düz 35% endirim eləmiş. Bəli, 35%. İndi dostlar, bilməzsiniz bir dipçənin, belə bir dipçənin qiyməti neçəyə düşüb? Bax, yazın kommentariyada dostlar, qiymətləri neçədir? Mən sizə yazım, görəcəksiniz neçəyə? Su qiymətləri, sudan da ucuz. Bu cürə gözəl bitkilər harada var? Gəlin aparın da.